Bugün dünya medyasını siz müşahidə edirsiniz. Görürsünüz, nə qədər yalan xəbərlər yayılır. Medialar, bu xəbər mənbələri məzlumu zalim kimi göstərir, zalimi isə məzlum kimi göstərir. Zülmü ədalət kimi, ədalətsiz isə zülm kimi, geridə qalmış kimi göstərir. Fələstində 70 min insanı öz statistikalarına əsasən qətlə yetiriblər. Bunu gizlədən medialar dünyanın başqa bir yerində bir hadisə baş verirsə, ya məsələn bir nəfər öldürürlərsə, əgər onu şirtmək onların marağında olursa, onların siyasətinə qulluq edəcəksə, onu şirdirlər. Bu bir dəhşətdir. Amma bundan da dəhşətlisi budur ki, sadəlöv, avam insanlar bunlara inanıb bu xəbərlərin təsiri altına düşürlər. Və fikum səmma'unə ləhum, Allah Quranda buyurur, imanı, düşüncəsi zəif insanlar onları dinləyirlər.